ilk öncə istərdim təmsil etdiyim qurum tərəfindən baş vermiş hadisə ilə bağlı ictimaiyyətə təqdim edilmiş məlumatı diqqətinizə çatdırım. Belə ki, 2007-ci il təvəllüdlü Elgün İbrahimovun Gəncə şəhərində Xələfov küçəsində yerləşən istifadəsiz yataqxananın həyətyanı sahəsində bədəni üzərində olan xəsarətlərlə aşkar edilməsi, daha sonra həmin xəsarətlərlə xəstəxanaya çatdırılması və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə Gəncə şəhər prokurorluğuna məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında 13 may 2025-ci il tarixdə Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə, yəni qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda maddəsi ilə Gəncə şəhər prokurorluğunda cinayət işi başlanmışdır. Cinayət işi başlandıqdan sonra ibtidai araşdırmanın gedişində hadisə yerinə ilkin və təkrar baxışlar keçirilib, mərhumun meyiti xarici və daxili müayinələrdən keçirilib, mərhumun meyitindən, o cümlədən hadisə yerindən müəyyən nümunələr götürülüb, həmin nümunələr üzrə çoxsaylı ekspertizalar təyin edilərək aidiyyəti üzrə göndərilmişdir. Bundan başqa hadisə yerinə yaxın intervalda yerləşən ictimai yaşayış obyektlərində quraşdırılmış müşahidə kameralarından müəyyən görüntülər götürülüb, eyni zamanda təhlükəsiz şəhər kameralarından müəyyən görüntülər götürülüb, həmin görüntülərə də baxış keçirilib. Bundan başqa mərhumun yaxın münasibətdə olduğu şəxslərin dairəsi müəyyənləşdirilib, iş və məktəb yoldaşları, o cümlədən yaxınları, dostları, qohumları və digər şəxslər şahid qismində istinaqa cəlb edilərək onların da dindirilməsi təmin edilmişdir. Eyni zamanda hadisə barədə əlavə məlumatların əldə edilməsi, mövcud məlumatların yoxlanılması və dəqiqləşdirilməsi istiqamətində əməliyyat qurumlarına da çoxsaylı əməliyyat tapşırıqları və sorğular verilmişdir. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir. İstintaqın nəticəsindən asılı olaraq qanuna müvafiq qərarın qəbul edilməsi təmin ediləcək. Mən bir şey qeyd etmək istəyirəm. Əfsuslar olsun ki, hadisə baş verən tarixdən sonraki tarixlərdə, bu günədəkdə hadisə barəsində istintaq qurumu ilə dəqiqləşdirilməmiş, ictimaiyyət tərəfindən birmənalı qarşılanmayan, ajotaja səbəb olan, rezonansa səbəb olan və istintaqın hazırki mərhələdə əldə etdiyi məlumatlarla əhəmiyyətli ziddiyyət təşkil edən məlumatlar paylaşılmışdır. Bu məlumatlar ilk öncə Azərbaycan Respublikasının informasiyalaşdırma, informasiya və informasiya mühafizəsi haqqında qanunun tələbləri ilə ziddiyyət təşkil edir. Və bu qanun tələblərinin pozulması özlüyündə qanunverici ilə müəyyən edilmiş hallarda məsuliyyətə səbəb olur. Eyni zamanda qeyd etmək istəyirəm ki, bu tipli məlumatların yayılması müəyyən dərəcədə zərər çəkmiş şəxsin ailə üzvlərində də müxtəlif narahatçılıqlar yaratmaqla istintaqın da normal gedişatına maneəçilik törədir. Mən sizin efir imkanlarından istifadə edərək bir daha ictimaiyyətə xatırlatmaq istəyirəm ki, istintaq qurumları ilə dəqiqləşdirilməmiş, dövlət qurumları tərəfindən təsdiq edilməmiş məlumatlara istinad etməsinlər və bu tipli paylaşımlar etməsinlər. Çünki bayaq dediyim kimi də bu tipli məlumatların yayılması özlüyündə istintaqın da normal gedişatına maneəçilik törədir. Sabir müəllim, nə müşahidə edirsiniz? O dediyiniz, belə deyim, hər hansı bir istinad nöqtəsi olmayan informasiyalar və yaxud da ki, xəbərləri siz sosial şəbəkələrlə paralel saytlarda və yaxud da ki, digər media qurumlarında müşahidə etdinizmi? Bəli, kütləvi informasiya vasitələrində, mediada, saytlarda, eyni zamanda sosial şəbəkələrdə, əsasən də sosial şəbəkə istifadəçiləri tərəfindən bu tipli məlumatlar yayılıb. Bu tipli məlumatlar özündə nəyə hiss etdirir? Yəni, zərərçəkmiş şəxsin üzərində olan xəsarətlərin sayı, xarakteri, lokalizasiyası və yaxud da baş vermiş hadisənin mexanizmi ilə bağlı həqiqətə uyğun olmayan və yaxud da ziddiyyətli fikirlər səsləndirilir. Mən qeyd etmək istəyirəm ki, hazırda ictimaiyyətdə olan bütün mümkün versiyalar, eyni zamanda onlara məlum olmayan, istintaq qurumu tərəfindən ortaya çıxarılan və yaxud da istintaq fərziyyəsi kimi formalaşdırılmış bütün versiyalar üzərində hazırda iş gedir. Və bu versiyalar bütün istintaq və mümkün əməliyyat tədbirləri vasitəsilə yoxlandıqdan sonra yekun hadisəyə hüquq qiymət verilib, ictimaiyyətə də əlavə məlumatın verilməsi təmin ediləcək. Və mən qeyd etmək istəyirəm ki, bizim qanunvericiliyimizdə də bununla bağlı çoxsaylı müddəalar var. Cinayət Prosessual Məcəlləmizdə də bununla bağlı çoxsaylı müddəalar var. Kütləvi informasiya vasitəsində hər hansı bir məlumat dərc edildiyi təqdirdə və o məlumatın əsasını təşkil edən məlumatlarla birlikdə bu məlumatlar dərhal cinayət prosesini həyata keçən orqanlara təqdim edilməlidir. Biz buradan da açıq çağırış edirik. Kiminsə əsaslı versiyası varsa, çəkinmədən prokurorluğa müraciət edib həmin versiyasını və versiyasının əsaslandığı sənədləri, dəlilləri, sübutları təqdim edə bilər. Bunda bir narahatçılıq doğuran bir məsələ yoxdur. Əsas narahatçılıq doğuran məsələ dəqiqləşməmiş məlumatların yayılmasından ibarət. Mən istəyirsiniz biraz geniş yanaşım. Bu hadisə barəsində məlumat daxil olduqdan sonra ayın 13-ü tarixində prokurorluqdan ilkin məlumat
ictimaiyyətə təqdim edildi. Daha sonra bayaq da çıxışımda qeyd etdiyim kimi ictimaiyyətdə, kütləvi informasiya vasitələrində müxtəlif versiyalar səsləndirildi. Həqiqətə uyğun olan, olmayan və yaxud da və s. Bu məlumatlar səsləndikdən sonra prokurorluq bir daha ictimaiyyəti xəbərdar etmək nöqteyi nəzərdən həmin məlumatı paylaşdı. Həmin məlumatda da qeyd olunan o intihardır, ehtiyatdan ölmə səbəb olmaqdır, qəsdən sağlamlığa zərər vurmaqdır. Hətta orada qeyd olunmayan digər bir versiyalar da var. Bunların hamısı adı üzərində versiyadır. Bəli. Versiya hər hansı bir faktın həqiqətən də mövcud olduğu demək deyil. Bu versiyalar biz hüquq camiəsində buna istintaq fərziyyəsi deyirik. Bu fərziyyələr istənilən cinayət işinin istintaqı zamanı bütün versiyalar, mümkün versiyalar çıxarılır və bu versiyaların hamısı yoxlanılır. Yoxlanılır nəyə görə? Ona görə yoxlanılır ki, gələcəkdə həm ailə üzvləri tərəfindən, həm də bir qayda olaraq dövlət qurumlarının özlərində istintaqa aparan şəxsin daxili inamında hər hansı bir şübhəyə yer qalmasın. O, qeyd etdiyiniz intihar, ehtiyatdan ölmə səbəb olma, onlar prokurorluğun yaydığı məlumatda da diqqətlə baxsaq görərik ki, orada versiya kimi keçir və yazılır ki, bu versiyalar hamısı yoxlanılır. Bu demək deyil ki, bu adam intihar edib hazırda biz bunu açıqlayırıq. Hamısı versiyadır, hamısı da yoxlanılmalıdır, yoxlanılacaq da, yoxlandıqdan sonra da əlavə məlumat da veriləcək. Burada səsləndirən fikirlərin əksər hissəsindən razıyam, amma müəyyən mənada hansı fikirlərlə narazıyam, onu istəyirəm səsləndirim. Bilirsiniz, mətbuat fəaliyyəti nə dərəcədə açıq, çevik gedən bir prosesdirsə, istintaq fəaliyyətdə o dərəcədə konfidensial formada getməli olan bir prosesdir. Yəni, bayaq görürsünüz, prokurorluq məlumat paylaşır 2 gün bundan əvvəl. Orada adicə bir versiya qeyd edir, oradakı intihar versiyası da yoxlanır. Artıq Nüşabə xanım da qeyd etdi. Artıq o fikirlər səslənir ki, rəsmi qurum buna intihar gözü ilə baxır. Bu, rəsmi qurumların paylaşdıqları hər bir məlumat heç də bir mənalı başa düşülmür ilkin mərhələdə sözsüz ki. Yəni, bunlar ətraflı, hamısı yoxlanmalıdır. Ondan sonra ətraflı məlumat yayılmalıdır. Məsələn, mən başa düşürəm, indi burada səslənilən fikirlər elədir ki, istintaq zamanı ekspertiza keçirildi, rəyi belə başa düşürəm ki, artıq tələb olunan odur ki, həmin ekspertiza rəyi ictimaiyyətə açıqlanmalıdır. Yəni, prokurordan əvvəl ictimaiyyət bilməlidir artıq. Amma bu formada gedə bilməz. Çünki bu, birinci növbədə istintaq sirri deyilən anlayış var. İstintaq sirrinin yayılması cinayət məsuliyyətinə səbəb olur. Və burada tərəflər var, ittiham tərəfi var, müdafiə tərəfi var. Bunların hamısının çəkişmə, tarazlıq prinsipləri qorunmalıdır. Bunların hamısına riayət olunmalıdır. Və biz hadisə barədə bizə məlumat daxil olduqdan sonra mümkün olan bütün geniş çərçivədə məlumat ayın 13-cü tarixində, yəni cinayət işi başlandıqdan dərhal sonra məlumat paylaşılır. Yeni versiyalar atılır ortaya, müxtəlif fikirlər səslənilir. 2 gün bundan qabaq bir təkzib məlumatı paylaşır. Və bu gün özlüyündə prokurorluğun nümayəndəsinin burada iştirak etməsi də əslində hadisəyə belə deyək, ictimaiyyəti sakitləşdirmək üçün, ictimaiyyətə heç bir ajitajə səbəb olmaması üçün atılan addımlardır. Amma bundan artıq məlumatların paylaşılması artıq istintaq sirrinin yayılması deməkdir. Bu istintaq sirri də yalnız yekun nəticə əldə olunduqdan sonra yayılır. Mən səslənən bir-iki fikrə də münasibət bildirim. Deməli, bu söhbət gəldi, çıxdı cəzasızlıq şəraitinin olmasına. Mən onunla bağlı istəyirəm bir fikri səsləndirim ki, Azərbaycan Respublikasının informasiyalaşdırma və informasiya mühafizəsi haqqında qanunu var. Həmin qanunda istər media subyektlərinə, istərsə də həmin media subyektlərinin istifadəçilərinə qadağan olan, paylaşılması qadağan olan məlumatların siyahısı var. Və bu qaydaların pozulması həmin şəxslərin inzibati məsuliyyətinə səbəb olmasına dair və paylaşılan məlumatın xarakterinin asılı olaraq müəyyən mənada cinayət məsuliyyətinə səbəb olmasına dair də istər inzibati xətalar məcəlləmizdə, istər cinayət məcəlləmizdə kifayət qədər müddəalar mövcuddur. Və baş prokurorluq şərhlərə də aiddir bu. Baş prokurorluq tərəfindən də dəfələrlə olub ki, media subyektləri, istifadəçilər dəvət olunaraq, onlar xəbərdarlıq da olunub və onlar inzibati məsuliyyətə də cəlb olunub. O ki, qaldı təklif məsələsinə, bu kimi hadisələrdə bundan da ola bilər, başqa hadisələrdə də ola bilər. İlk öncə təklifimiz ondan ibarətdir ki, rəsmi qurumların bütün sosial şəbəkələrdə səhifəsi var. Həmin səhifəyə bir keçid edib, həmin məlumatın bir həqiqiliyini yoxlasınlar. Media subyektləri isə media sorğusu göndərib, həmin məlumatın həqiqiliyini yoxlaya bilərlər.